Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz present continuous tense form, indiki davam edici zaman forması. The present continuous zaman, to be fiilinin indiki zaman forması, yəni am, is, are və əsas fiilin indiki zaman fiili sifəti participle one, ing vasitəsilə düzəlir. İndiki zaman fiili sifət participle one adlanır. Participle one fiillərin sonuna ing şəkilçisi artırmaqla düzəlir. İndiki davam edici zamanın quruluşu. Am, is, are və üstəgələk əsas fiil ing ilə. Sualda, əgər bizim cümləmizdə bizim zamanımız to be fiili ilə düzəlirsə, to be fiili özü burada köməkçi fiildir və o köməkçi fiil olduğu üçün sualını özü yarada bilir. Sualda to be fiilinin am, is, are formaları mübtadadan əvvələ keçir. İnkarda isə yenə də zamanımız to be fiilinin köməyi ilə düzəlir. To be fiili burada köməkçi fiildir. Köməkçi fiil isə özü öz inkarını düzəldə bilir. Ona görə də inkarda am, is, are-dan sonra not inkar ədatı işlənir. Gəlin bunu biz cədvəldə baxaq. Təsdiq cümlələrdə I am working, mən işləyirəm. You are working, sən işləyirsən. Mən işləyirəm, sən işləyirsən nəzərə alaq ki, hal-hazırda mən işlə məşğulam. Bu hərəkət hal-hazırda gedir. He, she, it is working, o işləyir. We are working, biz işləyirik. You are working, siz işləyirsiniz. They are working, onlar işləyir. Sualda am I working? Mən işləyirəm, yəni hal-hazırda işlə məşğulam. Və yaxud are you working? Sən işləyirsən, yəni hal-hazırda sən işləyirsən. Bu saat sən əlində işin var, işləyirsən. Hərəkət hal-hazırda gedir. Is he, she, it working? Are we working? Are you working? Are they working? İnkarda I am not working. Mən işləmirəm. Hal-hazırda mən işlə məşğul deyiləm. Bir daha nəzərə çatdırım ki, hal-hazırda söhbət gedən vaxtı mən işlə məşğul deyiləm, işləmirəm. You are not working, sən işləmirsən, hal-hazırda işləmirsən. Ümumiyyətlə yox, ümumiyyətlədən söhbət getmir. Söhbət hal-hazırdan gedir. He, she, it is not working, o işləmir. We are not working, biz işləmirik. You are not working, siz işləmirsiniz. They are not working, onlar işləmirlər. Present continuous zaman formasının işlədilməsi. Danışıq zamanı baş verən, hal-hazırda, göz qabağında davam edən hərəkətləri ifadə etmək üçün işlədilir. Məsələn, don't enter the room, otağa girmə. The students are doing exercise. Şagirdlər çalışma edir. Yəni, hal-hazırda şagirdlər çalışma üzərində işləyirlər. Onlar çalışma edirlər. Biz sizlə söhbət edən vaxtı mən sizə deyirəm, otağa girmə, hal-hazırda şagirdlər çalışma edir. I am learning Spanish at present. Hal-hazırda mən İspan dili öyrənirəm. Yəni, mən indi oturmuşam, İspan dilindən məşğulam, İspan dili öyrənirəm. Bir nə vaxt işlənir present continuous, yaxın gələcəyə aid planlaşdırılmış iş və yaxud hərəkətləri bildirmək üçün. Yaxın gələcəyə, fikir verin, present continuous, indiki davam edici zaman, yaxın gələcəyə aid planlaşdırılmış, əvvəlcədən planını, biz bu işin planını görmüşük və yaxud planlaşdırılmış və yaxud hərəkətləri bildirmək üçün xüsusilə come, go, stay, live, start, learn və s. fiillərlə indiki davam edici zaman işlənir. Məsələn, I am leaving tonight. Bu axşam mən gedirəm. Yəni, mən planlaşdırılmışam. İndi getmirəm, amma artıq planlaşdırılmışam ki, bu axşam gedirəm. We are going tomorrow. Biz sabah gedirik. Sabahdır. Hərəkətimiz sabah olacaq. Amma bu iş bizi artıq planlaşdırılıb deyən, biz present continuous zamanından istifadə edirik. Əmr cümlələrində, əmr cümlələriniz look, listen, be quiet, be quick, look, bax, listen, dinlə, be quiet, sakit ol, be quick, tələs. Bu cür tipli əmr cümlələrindən sonra da indiki davam edici zaman, yəni present continuous işlənir.
Look, bax, it is raining, yağış yağır. Yəni, bax, hal-hazırda yağış yağır. Be quick, tələs. It is getting dark, hava qaralır. Artıq çöldə hava qaralır hal-hazırda. Mən sənə deyən vaxtı. Don't leave the house. Evdən çıxma. It is snowing now. İndi qar yağır. Don't go into the room. Otağa girmə. The child is sleeping. Uşaq yatır. Hal-hazırda narahatçılıq eləmə. Otağa girmə, yəni. Uşaq yatır. Diqqət. Bu sizə çox və çox lazımdır, önəmlidir. Bunları siz əzbər bilməlisiniz. Elə feillər var ki, o feilləri biz davam edici zamanda işlədə bilmərik. Bunlar adlanırlar stative verb, yəni hərəkət bildirməyən feillərdir. Hal vəziyyət bildirən feillərdir. Bu feillər hərəkət bildirmədiyi üçün bu feilləri biz indiki davam edici zamanda işlətmirik. Hansı feillərdir mütləq şəkildə əzbər bilmək lazımdır? To love, to like, to dislike, to hate, to know, believe, recognize, need, want, forget, wish, desire, prefer, notice, see, hear, belong, contain, consist, remember, understand, have, possess, appreciate, fear, invite, depend, seem, imagine, doubt, forgive, realize, suppose, mean, mind, care. Mütləq şəkildə bu feillər əzbər öyrənməlidir. Çünki testlərdə bu feilləri ing şəkilçi ilə indiki davam edici zamanda istifadə edirlər testlərdə və bunlar səhv variant olur. Ona görə də biz bu feilləri əzbər bilməliyik ki, bunları active verb, hərəkət bildirən feillərdən ayırd eləyə bilək ki, bunları davam edici zaman formalarında götürməyək. Burada bir neçə nüans var. Gəlin bu nüanslara fikir verək. Məsələn, to think feili zənn etmək, inanmaq mənasında sadə zamanda işlədilir, amma düşünmək, fikrində olmaq mənasında isə davam edici zamanda işlənir. Düşünmək, fikrində olmaq. Məsələn, what do you think? Who is right? Necə bilirsən? Kim haqlıdır? Burada mən zənn etdi mənasında işlətdim think feilini. Yəni, necə zənn edirsən? Kim haqlıdır? Və ona görə də burada mən bu feili zənn etmək mənasında davam edici zamanda işlədə bilmərəm. Amma I am thinking of learning a new language. Mən yeni dil öyrənmək barəsində düşünürəm. Yəni, mənim belə bir fikirlərim var, mənim belə bir düşüncələrim var ki, mən yeni dil öyrənim. Artıq burada düşünmək, fikrində olmaq mənasındadır deyən to think feilini davam edici zamanda işlədə bilərik. To have feili malik olmaq, var olmaq mənasında davam edici zamanda işlənmir, amma müxtəlif söz birləşmələrində davam edici zamanda işlədilə bilər. Necə yəni müxtəlif söz birləşmələrində? Çox asan. Biz bilirik ki, have feili malik olmaq, var olmaq mənasından başqa digər mənalarda da istifadə olunur. Məsələn, have dinə nahar etmək, have a rest istirahət etmək, have a walk gəzintiyə getmək. Bax, bu mənalarda əgər to have feili sabit söz birləşmələrində iştirak edirsə də, biz onları davam edici zamanda işlədə bilərik. Yəni, həmin sabit birləşmələrdə have feili malik olmaq, var olmaq mənasını vermir. Ona görə də sərbəst davam edici zamanda işlənə bilir. Məsələn, we have a house in Georgia. Bizim Gürcüstanda evimiz var. Burada have feili var mənasında işlənibdir. Ona görə də davam edici zamanda işlədilmir. Amma she is having a good time in Rustavi. O Rustavidə yaxşı vaxt keçirir. Have a good time, yaxşı vaxt keçirmək. Burada have feili var, malik olmaq mənasında deyil. Yaxşı vaxt keçirmək mənasındadır. Yəni, hal-hazırda o Rustavidədir və yaxşı vaxt keçirir. Burada have feili have a good time birləşməsində davam edici zamanda işlənə bilir. To see feili görmək mənasında davam edici zamanda işlədilmir, amma görüşmək mənasında
davam edici zamanda işlənə bilir. To see fiili görmək mənasından da əlavə görüşmək mənasını da verir. Bunu artıq biz necə aid edirik? Əlbəttə ki, cümləmizin mənasından çıxardırıq bunu. Məsələn, do you see that girl over there? Sən oradakı qızı görürsən, mən artıq burada görmək mənasında see fiilini present simple indiki sadə zamanda işlətdim. Amma I am seeing the manager now. İndi mən menecerlə görüşürəm. Görüşürəm mənasında isə artıq to see fiili davam edici zamanda işlənə bilər. To feel, hiss etmək, to look, görünmək, fiilləri heç bir məna fərqi olmadan həm sadə, həm də davam edici zamanda işlənə bilər. Yəni, bu deməkdir ki, to feel fiili, to look fiili, stative verb, hərəkət bildirməyən, hal vəziyyət bildirən fiillər olsalar da, biz onları davam edici zamanda sərbəst işlədə bilərik. Məsələn, she feels bad və yaxud she is feeling bad, o özünü pis hiss edir. Heç bir məna fərqi yoxdur. Məryəm looks good və yaxud Məryəm is looking good. Məryəm yaxşı görünür. Həm indiki davam edici zamanda işlənir, həm də ki, indiki sadə zamanda və heç bir məna fərqi yoxdur, məna eynidir. İndiki davam edici zaman ilə hansı zaman göstəricilər işlənir? Now, indi, nowadays, indilərdə, just now, indicə, right now, təzəcə, at present, hal-hazırda, at the moment, bu dəqiqə, still, hələ. Əgər biz cümləmizdə bu zaman göstəricilərini görürüksə, deməli, artıq biz buradan özümüz üçün müəyyən etməliyik ki, bizim zamanımız indiki davam edici present continuous zamanı olmalıdır. Gəlin present simple və present continuous zamanlarının fərqinə baxaq. Necə yəni? Present simple indiki sadə, present continuous indiki davam edici. Hər iki zaman indiki bildirir, amma bunların fərqi var. İndiki sadə zaman daim təkrarlanan, adət halını almış hərəkətləri bildirir. Yəni, indiki sadə zamanda biz hərəkəti hal-hazırda etmirik. Ümumiyyətlə də bu hərəkətlər baş verir. Yadınızda saxlayın, ümumiyyətlə. Amma indiki davam edici zaman, danışıq zamanı baş verən, hal-hazırda, göz qabağında davam edən hərəkətlər ifadə edir. Yəni, hal-hazırda biz bu hərəkəti ediriksə, bu indiki davam edici zamandır. Amma ümumiyyətlə biz hansısa bir hərəkəti ediriksə, bu indiki sadə zamandır. Məsələn, she goes to the swimming pool twice a week. O, həftədə 2 dəfə üzgüçülük hovuzuna gedir. Bu, bizdə təkrarlanan hərəkətdir. Həftədə 2 dəfə. Bu, demək deyil ki, o, hal-hazırda bu saat üzgüçülük hovuzuna gedir. Xeyr, sadəcə olaraq həftədə 2 dəfə o üzgüçülük hovuzuna gedir. Amma she is going to the swimming pool at the moment. O, hal-hazırda üzgüçülük hovuzuna gedir. Hal-hazırda o yoldadır. Hərəkət edir, üzgüçülük hovuzuna gedir. Artıq bu indiki davam edici zamandır. We are having an English lesson now. İndi bizim İngilis dili dərsimizdir. Hal-hazırda biz İngilis dili dərsində oturmuşuq. Hər fiili burada davam edici zamanda işlənir. Amma we have it every Friday. O bizdə hər 5-ci gün olur. Hər 5-ci gün artıq bu past simple zamanının göstəricisidir. Adət halını alıbdır. Ona görə də burada have fiili past simple zamanında işlənir.